Bakı Ağır Cinayətlər Məhkəməsi dekabrın 28-də həbsdə olan jurnalist Rauf Mirgədirova 6 il hökm elan edib. Bilirsiniz, yani ki aydın şeydir ki Rauf'un hepsi lap önceden siyasi karakter daşıyırdı ve ondan sonraki kararlar, onun hepsi müddetinin uzadılması, yeni ittiham kararının verilmesi ve nihayet bu hükümde hemen o faaliyeti tərkib hissələr. Orada ümumiyyətlə sübut adında, yani ki Rauf'un hansı cinayət əməli törətməsini sübut edə biləcək heç bir dəlil yox, heç nə yox. Yani eğer indi hüküm tam elan olsaydı, ben de konkret olarak sadalanan sübutları kıymetini vererdim yani Hindinin özünde. Hüküm tam elan olmadığından sonra ben bir qədər sonra öz fikrimi bildireceğim ve siz özünüz de görüp dəhşətə gələcəksiniz. İttiham tərəfini oxuyanda da gördünüz ki, əsas belə nəticəyə gəlmək olur ki, Rauf'un yazdığı yazılara görə cəzanı çəkir. Nəysə, siyasətdir, siyasətə güya qarışmırıq, amma siyasət bizim işimizə qarışır. Biz siyasətdən yazırıq, ona görə də bu proseslərin iştirakçısına çeviririk və görünür yalan yazmaq lazımdır, görünür çox yumuşaq şeylər yazmaq lazımdır. Yazmaq lazımdır ki, uşaqlar bir gün hava bulutlu deyil, günəş çıxdı, gəlin sevmək. Zerkala qəzeti Rus dilli qəzet olmaqla, təbii ki, o xırda tirajla Rusiyadakı ictimai fikrə heç cür təsir edə bilməzdi. Amma Zerkalanın Azərbaycanda Rusiya barədə ictimai fikir formalaşdırmağa gücü çatırdı və bunu da eləyirdi. Bu isə Rusiyanın son illərdə 2008-ci ildən belə deyək də əyani şəkildə yürütdüyü işğalçı siyasətin həmişə mütəmadi olaraq ifşa olunması. Yəni Rusiyanın Ukraynaya müdaxiləsi zamanı çox kəskin yazılar getmişdi. Rauf Mirgədirovun imzasıyla təbii qəzetdə çap eləyirdi, mən çap eləyirdim. Ona görə bu versiyanın belə deyək, doğruluğuna inanmamaqdan daha çox. Rauf Mirgədirov 2014-cü ilin aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub və dərhal da həbs edilir. O dövlətə xəyanətdə, Ermənistanın xeyrinə casusluq etməkdə ittiham olunur. Rauf Mirgədirov və onun yaxınları ittihamları rədd edir və jurnalistin həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Çok çekmeyin.